Məsələ 5. Nimdaş sözündəki N və M hərflərinin yanaşı düşməməsi şərti ilə hərfləri neçə müxtəlif vəziyyətdə düzmək olar? Həlli. Deməli, nimdaş sözündə 6 hərf var və hərflərin mümkün yerdəyişmələri sayı bizə məlumdur ki, yerdəyişmələrin sayı 6 faktorial olur. Bütün mümkün yerdəyişmələrin sayı. Mümkün yerdəyişmələr sayı olur 6 faktorial. Təkrarsız permütasiyanın köməyi ilə 6 hərf olduğundan. Biz indi N və M hərflərinin yanaşı olduğu hala baxdıqda N və M yanaşı olanda bir hərf hesab eləmək olar. Onda yanaşı düşmələri, hərflərin yanaşı düşmələri şərtində mümkün hallar sayı 2 faktorial, vuraq 5 faktorial olar. Bizdən isə soruşulur ki, hərflərin yanaşı düşməməsi şərti ilə bütün mümkün hallar sayı 6 faktorialdır. Hərflərin yanaşı düşməsi olduqda bütün mümkün hallar sayı isə 2 faktorial, vuraq 5 faktorialdır. Onda bütün mümkün hallar sayından hərflərin yanaşı düşməyi hallarının sayını çıxarıq və məsələni həll eləyərik. 6 faktorialı yazıram. 5 faktorial vuraq 6, çıxaq 2 faktorial 2 eləyir. 5 faktorial bərabərdir. 5 faktorialı ortaq vuruq kimi çıxardırıq. Qalır 6 çıxaq 2. Bu da bərabərdir. 5 faktorial vuraq 4. 5 faktorial bildiyiniz kimi 1-dən 5'ə qədər olan ədədlərin hasili. Bu da 120 eləyir. 120 vuraq 4. 120. 120 vuraq 4 bərabərdir 480. Beləliklə, məsələnin cavabı nimdaş sözündə N və M hərflərinin yanaşı düşməməsi şərtində hərflərin yerini 480 müxtəlif vəziyyətdə düzmək olar.